Axşamınız xeyirli olsun əziz qrup üzvləri. Deməli, emosional intellekt haqqında danışacağıq. Deməli, Goleman dedi ki, insanın bir rasional zəkası var, bir emosional zəkası var. Dedi ki, deməli, hər kəsdə var bu emosional zəka, gərəklidir, hər kəsə lazımdır. Həm emosional zəka, həm rasional zəka. Yəni, bunu nümunələrlə də deyəcəyik. Goleman bunu 5 mərhələyə ayırır. Yəni insanın emosiyalarını idarə etməsi görək hansı addımlar üzrədir. Yəni hansı addımları var bunun, hansı mərhələləri var. Deməli, bu nəzəriyyəyə görə Goleman bunu 5 mərhələyə ayırır. Birinci özünü dərk mərhələsi. Deməli, Goleman deyir ki, insan əgər öz hisslərini tanımırsa, yəni öz hisslərini tanımayan insan heç zaman özünü idarə edə bilməz. Deməli, birinci insan özünü tanımalıdır. Yəni özünü dərk o deməkdir ki, özünü anlamaq, özünü tanımaq. Bəzən həyatda da var, şagirdi qoyaq bir kənara. Bəzi insanlar çox aqressiv davranırlar. Məsələn, ailədə gəlin qaynanasına və yaxud qaynana gəlinə, həyat yoldaşı öz həyat yoldaşına, qardaş qardaşa və yaxud qardaş bacıya, bir qonşuya, deməli, bəzən əsəbləşir buna deyəndə ki, niyə əsəbləşmirsən? Deyir ki, mən əsəbi deyiləm ki. Yəni öz hisslərini tanımır. Yəni bir insan öz hisslərindən xəbərdar deyilsə, deməli özünü dərk etmir. Bəzən birinə deyirsən ki, əsəbisən, deyir mən əsəbi deyiləm axı. Onun üzü deyir bizə əsəbi olduğunu. Deməli bu insan özünü dərk etmir. Yəni hisslərindən xəbərdar deyil. Yəni ona görə də hisslərindən xəbərdar olmaq lazımdır. İnsanın öz emosiyalarından idarə etməsi üçün birinci özünü dərk etməlidir, özünü tanımalıdır, hisslərindən agah olmalıdır. Məsələn, iki şagird bir-biri ilə Məsələn, o birisinə xətkeş istəyir, biri o birisinə qoluna dəyir və yaxud da ki, nəyəsə görə bir-birlərinə görə sözləri düz gəlmir. O zaman əsəbləşir, götürüb xətkeşi fırıldadır, qələmi fırıldadır, kitabı vurur salır yerə. Bu zaman deməyim odur ki, yəni özü əsəbidir, amma bilmir. Yəni yoldaşına karandaş istəyir, yoldaşı ona karandaşı vermir, gərginləşir, öz kitabını bir tərəfə atır, çantasına atır. Deməli bu zaman müəllim də ona davranışa görə köməkçi suallar verməlidir müəllim. Hətta ailədə də olur, övladımız bizə qarşı ola bilər, məsəl üçün əsəbi ola bilər, qapını çırpa bilər, gedir özünü qapını örtür içə, heç kimi qoymur yanına, aqressivdir, gərgindir, yeniyetməlik dövründə daha çox olur. Əslində onun xəbəri yoxdur. Məsələn, biz ona köməkçi suallar verə bilərik. Sən özünü niyə belə aparırsan? Sən öz davranışında bunu niyə belə edirsən? Nəyəndir budur? Bu beləsən. Yəni dəstəkçi suallar verməliyik. O əslində özünü tanımalıdır ki, sən özünü niyə belə hiss edirsən, niyə beləsən? Yəni onun niyəsini də bilmir. Bəzən aqressiv davranır və ona görə də hisslərini tanımaq təkcə o demək deyil ki, insanın hansı hisslərə malik olmasıdır. Yəni eyni zamanda həm də bu hissin nə vaxt olmasını, nədən olmasını, yəni bu hiss onda nədəndir? Bu aqressiya nədən yarandı? Yəni təkcə mən əsəbiyəm, belə mən dəliyəm, yəni beləyəm, mən bu cür eləyəcəm demək deyil. Yəni məni bu hala gətirən nədir? Yəni insan öz hisslərini tanısa, özünə agah olsa, baxın nəyə görə bunun axırını gətirəcəm. Məsəl üçün biri gedir digərinə uzaq olsun bıçaqlayır, birinə məsəl üçün şiddət eləyir, gedir biri digərinə bullying eləyir. Yəni bunlar bax bu mərhələlərdən başlayır. Həmin insan çünki öz hisslərini tanımayıb zamanla hisslərini tanısaydı, gəlib bu səviyyəyə gəlib çatmazdı. Deməli mütləq birinci hisslərini tanımalıdır. Yəni ona sual vermək lazımdır. Özünü necə hiss edirsən? Sənin davranışında bu
necə göstərir özünü? Yəni sənin öz davranışından xoşun gəlir. Bu davranışı necə göstərsən özünü? Yəni həqiqətən də artıq şagird və yaxud övladının yavaş-yavaş öz hisslərini tanıyacaq, öz davranışlarına çəki düzən verəcək. Deməli, öz hisslərini tanıyan bir adam, özünü dərk edən bir adam, əlbəttə ki, özünü idarə edəcək. Deməli, artıq hisslərini tanıdıqdan sonra, artıq yəni o birinizə verəcək bunu. Yəni tanıyır axı. Yəni artıq bu yerinə görə davranacaq da. Bu demək deyil ki, insanın aqressiv hissləri olmamalıdır. Yəni və yaxud da ki, bir insanın ancaq belə yumşaq hissləri olmalıdır. Belə bir şey yoxdur. Yəni aqressivlik də yəni insandan danışırıq. Əlbəttə ki, burada yerinə görə aqressiv, yerinə görə yumşaq, yəni öz hisslərini tanıyırsansa, artıq sən düşüncələrini idarə edə biləcəksən və özünü idarə etmək, özünü tənzimləmək, bu hadisənin içinə adaptasiya edə biləcəksən. Bu zaman artıq keçirilən hisslərin rasional düşüncə ilə edilməsi məqsədə uyğundur. Əlbəttə ki, biz demirik mütləq rasional olacaq. Yəni bunu rasional düşünərək etməsən, yəni bu xaotik hadisələrə gətirib çıxaracaq. Əgər biz öz hisslərimizi tanımasaq, öz hisslərimizi yerinə görə idarə edə bilməsək, burada boşluq olacaq, xaotiklik yaranacaq. Ona görə də artıq biz bunun rasional düşüncə ilə etsək daha məqsədə uyğundur. Amma əlbəttə ki, biz nə varsa bizə qarşı olanlar birinci emosional olmalıyıq. Yəni bundan sonra elə etməliyik ki, rasional düşüncəmiz ön plana keçsin. Yəni biz emosionlarımıza görə milləti qırıb dağıdarıq yoxsa vurub öldürərik. Elə biri bizə desə ki, sən nəyi becərsən, sən nə pintisən, bir-birinə desək, yəni bu paltar sənə nə pis yaraşır. Bunu bizə deyən adama emosional intellektimizi elə hər zaman işə salsaq, emosional düşüncəmizi, yəni rasional arxa plana qoysaq, hamı ilə dalaşarıq biz. Onda gərək biz heç də olmayaq heç kəsdən. Hamı ilə özümüzü elə ancaq düşmən eləyək. Deməli, ona görə də əlbəttə ki, bu zaman müəllim də görsə ki, əgər bir şagird çox aqressivdir, yəni o deyir, məsəl üçün keçilərindən müğayət ol deyir. Filmdə də var ya deyir, ya sabır deyir. Keçilərindən müğayət ol deyir. Türklərin bir filmi var. Yəni müəllim də burada belə deyə bilər də. Yəni bunun ən gözəl yollarından biri də bəzən insan deyir, qoy içimdə ona qədər sayım, içimdə. Yəni içimdə ona qədər sayacağam. Sən sakit ol, hər şey yaxşıdır. İçində ona qədər sayırsan və bu nədir? Bu rasional düşüncəni ön plana gətirməkdir. Yoxsa dava eləyib, dalaş eləyib, millətdən qırarsan bir-birini. Bu rasional düşüncəni önə gətirmək üçün o içində sayırsan da 1, 2, 3, 4, 5. Görsən aqressivliyin biraz da getdi. Yəni burada müəllim də eləyə bilər. Uşaqlar, bəlkə biz fasilə eləyək, bəlkə biz qalxaq idman hərəkət eləyək. Gördün ki, biri digərinin fikri ilə razı deyil, aqressivlik yaranıb və yaxud da iki qrup arasında, iki şagird arasında birinin sözü digərinə çəp gəlir. Bu zaman müəllim bir pauza verməlidir, yəni bir fasilə edə bilər. Yəni ona qədər artıq nə edəcəklər? Onlar rasional düşüncələrini ön plana gətirəcəklər. Amma həmin anda aqressivlikdən bir-birini didişdirə bilərlər. O pauzaya görə artıq nə olacaq? Yavaş-yavaş düşünəcəklər. Mən nəyə görə filan kəslə bayaqdan niyə özümə bu günə qoyuram deyəcək. Özünə gedib suya atmaq istəyən bir adam, həyatdan bir nümunə deyək ki, hansı ki suya atmaq istəyir, intihar etmək istəyir. Bu günahdır əlbəttə ki, həmin anda onun yolundan dayandırırsan ki, atma özünə tutursan, 5 dəqiqədən sonra ona denən get özünə at suya, atmayacaq. Həmin an üçün özünə atmaq istəyir. 5 dəqiqədən sonra heç sən onu zorla da göndərsən getməyəcək o. Heç vaxt eləməz. Yəni özünə uzaq olsun, bir şey etmək istəyən adam, atmaq istəyən adam həmin əlini saxla, dayandır. Sonra ona yavaş-yavaş başa sal. Artıq onun rasional zəkası yerinə gələndə onu eləməz, ömür boyu eləməz. Həmin anda emosional zəkasını işə salır və o nə elə olur? Zamanla hisslərini dərk eləyə bilmir, sonra hisslərini idarə edə bilmir və tənzimləyə bilməyib, özünü tənzimləmə, özünü idarə etmə olmadığından o hadisə baş verib. Bəs üçüncü addım nədir? Üçüncü addım motivasiyadır.
Baxın əzizlərim, motivasiya iki cürdür. Bir var daxili motivasiya, bir var xarici motivasiya. Bilirsiniz daxili motivasiya nədir? Daxili motivasiya bizim içimizdəndir, öz hisslərimizdir. O bəzən deyir, mən bunu bacararam, mən bu işin öhdəsindən gələrəm. İnsan bir iş görür, məsəl üçün çörək bişirir, deyir, bəh-bəh, mənim əllərim nə dadlıdır, öz işindən zövq alırsan. Bu sənin daxili motivasiyandır. Özünü özünə motivasiyalandırırsan. Mən necə də gözələm, hər şey mənə necə də yaraşır. Mən bunu nə yaxşı bacarıram. Mənim bükdüyüm dolmanı heç kim bükə bilməz. Mənim yığışdırdığım evi heç kim yığışdıra bilməz. Bu sənin motivasiyandır. Gördüyün hər işdən zövq alırsan. Yəni hər şey deyirsən ki, mən məsəl üçün mən niyə özümü bundan ötəri başımı xarab eləyirəm? Niyə özümü yoruram? Yəni və yaxud da deyirsən ki, mən özümü niyə ağzımı korlayıram, hətta el arasında belə deyirlər. Niyə mən öz tərbiyəmi filan kəsə görə niyə tərbiyəmi korlayıram, pozuram? Yəni bu insanın daxili motivasiyasında özünü motivasiya eləyir. Yəni onun qərarlarında artıq ə, həvəslə, sevgi ilə bir şeyə yanaşması, sevgi doludur da, öz-özünə motivasiya edir. Yəni işini, hərəkətini, məsləyini, geyimini, nə olsa motivasiya ilə hər şeydən razıdır da. İnsan var həyatda hər şeyi var. Nə vaxt baxsan qaşıq-qabağı yerindən gedir. Alnı qırış-qırış, qaş-qabağı sallamaqdan elə bil ki, düzəlmir də, ür siması düzəlmir. Nəyə görə? Elə narazıdır, hey narazıdır. Yəni bu insanın daxili motivasiyası yoxdur. Yəni indi deyəcəksiniz ki, e, bəs yaxşı yoldaşı yoxdur. Nə bilim filan kəsin yaxşı qaynanası yoxdur. Yəni filan kəsin, yəni həqiqətən heç kəs dörtlük deyil, amma insan içində özünü nə olur olsun, o tikanlığın içində bir gül tapır, yəni onu qoxlamağı bacarmalıdır. Yəni buna qalsa heç kimi, məsəl üçün, mebelin başına qoyub sığallamırlar. Nədənsə bir motivasiyanı tapmalısan. Deyir, bir saman çöpündən yapışıb dayanmağı bacarmaq lazımdır. Bu insanın daxili motivasiyası, yəni emosional intellektin mərhələlərindən biridir. Bir də var, əlbəttə ki, xarici motivasiya var. Kənar insanların sənə olan motivasiyası var. Yəni bilirsiniz necədir? Birinci gəlin daxili motivasiyanı hələ tam yekunlaşdırım, sonra danışacağım. Məsələn, daxili motivasiya bilirsiniz nədir? Biri baxır ki, bir arıqlama marafonu var, millət qoşulur ora arıqlamaq üçün. Bu da məsəl üçün tutaq ki, 110 kilodur, 110 kiloqramdır. Birdən-birə fikirləşir ki, mən nəyə görə 110 kilodan gəlim olum 60 kiloqram. Bu daha tərəziyə ha çıxır görür ola bilmir, çıxır görür ola bilmir. Sənin motivasiyan belə olacaqdı. Sən niyə 110-dan gəlib 60-dan danışırsan? Heç olmasa 110-dan 119-a hədəf qoy da. Yəni 119 500-ə hədəf qoy da. Yəni daha doğrusu 109-u 500 hədəf qoy. Yəni 500 qram azalsan bu sənin qələbəndir də. Deməli azala bilərsən. Yəni elə bir hədəf qoymaq lazımdır ki, bu sənin daxili motivasiyan azalmasın da. Məsələn, sən oturmusan evdə, deyirsən ki, Jennifer Lopez'in məsələn 500 minlik paltarı var, o paltardan məndə niyə yoxdur? Yəni mən özümə dərd edeyim. Əşi, niyə sən 20 manatlıq, 50 manatlıq paltar geyin, gözəl görünürsən. Yəni gərək Jennifer Lopez'in paltarından giyinəsən. Yəni özünü niyə motivasiyadan salırsan? Yəni bir insan nə aparacaq bu dünyadan? 10 mərtəbəli binada oldun ya 3 otaqlı binada oldun. Yəni sənin üçün fərqi var bunun. Yəni kim nə aparacaq? Əsas içinin daxili motivasiyalı insanlar vallahi heç nə aparmır dünyadan. Yəni əsas odur ki, insanlarla ünsiyyətin düz olsun. Yəni elə bir fəaliyyət qur ki, sən ona çata biləsən. Məsəl üçün birdən-birə sən heç bir yeməyi bişirməyə bacarmırsansa, düşünmə ki, mən niyə yuxa yayıb kətə hazırlaya bilmirəm, aş dəmləyə bilmirəm. Hələ birinci bir kartof qızartmasından başla, yumurta qaynağından başla, gör onu bacara bilirsənsə, yavaş-yavaş da
A, nə gözəl qayğanaq eləmişəm mən. Nə gözəl kartof qızartmışam mən. Dadlı, ləzzətli. Hə, deməli mən bacarıram. Özünü motivasiya elədin. Sənə kim deyir ki, sənə birdən-birə fəsəlli bişir, kim deyir birdən-birə düşbərə hazırla. Yəni bundan yapışsan, bu sənin motivasiyadan salacaq. Ona da ya yapışacaq, ya yanacaq, necə çıxacaq? Ya xəngəllərin dağılacaq, yapışacaq bir-birinə. Deməli, ona görə də daxili motivasiyan sənin öz hədəfini elə qoymalısan ki, ona çata biləsən. Yoxsa sən motivasiyadan düşəcəksən. Yəni, biri fikirləşir ki, mənim başımda heç nə yoxdur, heç nə bilmirəm, qoşulur qrupa, deyir ki, mən niyə filan balı yığmadım? Sən özünü niyə motivasiya etmirsən ki, mən qoşulanda necə idim, indi necəyəm? Əsl olmaz da uğur qazanmadın, yenə çalış da. Amma sən özünü ki tanıyırsanmı ki, əvvəl belə deyildin, indi nələrsə öyrənmisən? Deməli içindən özünü motivasiya etməlisən. Sən motivasiya insanı gerçəkdən də irəli aparır. Bu sənin daxili motivasiyandır. Bir də var ki, xarici motivasiya dediyim kimi, xarici motivasiyan kənardan olan insanların sənə əhsən deməsi, sənin o yaxşı vəziyyətinə sağ ol deməsi, filan şeyi bacarırsan deməsi, filan şeyin nəticəsində çox əla eləmisən, səni alqışlayırıq. Bu da kənar motivasiyadır. Kənardan iş yoldaşlarının, qonşularının, dostlarının, ailənin sənə verdiyi motivasiyadır. Deməli, daxili motivasiya ilə xarici motivasiya ikisi üst-üstə gələndə əlbəttə ki, bu möhtəşəmdir. Sən deməli, birinci özünü dərk etmisən, sonra artıq özünü idarə etməyi bacarsan, sonra motivasiya etmisən özünü, özündən, içindən razısan, mən bacarıram, əlayam, nə var ki, bunu eləməyə, bundan yaxşısını da eləyəcəm, hədəflərini azca-azca böyüdürsən, yəni birdən-birə, məsəl üçün, Kreml qurulmuyub, yəni böyük bir mikrorayon tikilməyib, yəni asta-asta başlanır. Deməli, həm də səni kənardan ailən deyir ki, sən bunu bacardın, dostların deyir, səndən gözləyirik, gözləntilərimiz çoxdur. Həm daxili motivasiya, xarici motivasiya, deməli bunların hamısı əladır. Yəni burada deməli çətin tapşırıqlarda kimsə imtina eləyəndə bu zaman əlbəttə ki, yəni fikirləşir ki, mən bunu bacarmayacağam. Daxili motivasiya nədir? Deyirsən ki, mən bacaracağam. Nədir ki, bunun öhdəsindən gələcəm? Burada nə var ki? Nə var ki deyirsən burada? Xarici motivasiyada məsəl üçün müəllim deyəcək ki, səndə irəliləyişi görürəm, xarici motivasiyadır. Sən bayaqdan belə deyiliydin axı. Bir bayaqki halına bax, indi tapdığın, olduğun vəziyyətinə bax. Yəni bu xarici motivasiyadır. Yəni hər ikisi lazımdır. Emosional intellektdə hər ikisi lazımdır. Və dördüncü addım sosial məlumatlılıqdır, empatiya. Deməli empatiya nədir? Özünü başqasının yerinə qoymağı bacarmaqdır. Əgər bir insan həyatda özünü başqasının yerinə qoymağı bacarmırsa, heç vaxt o yaşantını düzgün qura bilməyəcək. Məsələn, bəzən deyirik ki, filan kəs aqressivdir, budur, odur. Bəzən biriləri deyir ki, görəsən mən onun yerinə olsam necə olardım? Özünü qaynana yerinə qoy, gəlin yerinə də qoy. Və yaxud iki qonşu da bir-birinə sözü çəpgər deyirsən ki, görəsən mən qonşum Solmazın yerinə olsaydım, görəsən mən necə edərdim? Yəni qınamada fikirləş gör, sən necə eləyərdin? Ona görə də deməli əzizlərim, empatiya hissi hər adamda yoxdur. Əgər bir insan müəllim belə özünü şagirdin yerinə qoymağı bacarmalıdır, empatiya hissi olmalıdır. Görəsən bu şagirdin yerinə olsam mən necə edərdim? Yəni məsələn tutaq ki, şagirdə acıqlanmasına gələk. Məsəl üçün şagird acıqlanır, dəftəri atmışdı, çantanı fırlatmışdı, yoldaşı ona karandaş verməmişdi. Ona görə müəllim deyə bilər ki, "A qızım, sən bir fikirləş gör. Bax atırsan, dağıdırsan. Yəni bir insan özünün içində olmalı da. Bir fikirləşməli görəsən, bu yoldaşım mənə bunu etsəydi, belə dağıdıb qırsaydı nə olardı? O mənə bunu etsəydi nə olardı? Yəni mənim yerimə olsaydı necə olardı? Yəni özünü onun yerinə qoyursan ki, dostum mənə bunu etsəydi, qırsaydı, dağıtsaydı, yəni qaş qabaq eləsəydi mən necə olardım? Yəni özünü onun yerinə qoymağı bacar. Əgər bir qonşu qonşu ilə dalaşırsa, fikirləşməlidir ki, bax bu sözləri mənə desələr mən necə olaram? Tutaq ki,
O mənəm, mən də oyam. Deməli, evdə də, ailədə də belədir də. Qaynana fikirləşməlidir ki, bax gəlinə bunu deyirəm, bir gəlin də mən olmuşam. Bunu mənə desələr necə olardı? Yəni empatiya hissi. Özünü onun yerinə qoymağı bacarırsan və yaxud da ana öz övladını yerinə qoymağı bacarmalıdır. Həyat yoldaşını özünü onun yerinə qoymağı bacarmalıdır. İş yoldaşı iş yoldaşını. Yəni empatiya hissi. Görəsən mən onun yerinə olsaydım necə olardım? Yəni özünü başqasının yerinə qoymağı bacarmaq. Deməli bu da emosional intellektin inkişafına dəstək olur mütləq. Və 5-ci addım münasibətlərin idarə olunmasıdır. Bilirsiniz, münasibətlərin idarə olunması nədir? Deyir ki, papağı qoy qarşına, papağı qoy qarşına. Fikirləş ki, özünə qiymət verirsən də bu zaman. Gərək mən bunu eləməyərdim. Yəni o deyirsən, başın daşdan daşa dəyir, axırda fikirləşirsən ki, kaş filan kəsə qışqırmayardım. Kaşlar da nə yazıq ki, yerinə qayıtmır, amma yenə də vicdanı qarşısında rahatsan, özünü günahlandırırsan. O birinin ağzına gələni deyir, necə olur, sonradan fikirləşəndə ki, yazığın günahı yox idi. Deyirsən ki, vay mənim halıma. Yəni mən ə, necə oldu? Mən kaş biraz da düşünərdim, sonra hərəkət eləyərdim. Yəni münasibətləri idarə edə insan yenə bunu fikirləşir. Münasibəti idarə edə bilməyən insan elə bilir ki, mən düzəm, haqlıyam. Yəni bir insan özünü günahkar bilirsə də, münasibətini idarə edə bilirsə də yenə bir adamdır. Yəni bir oğru belə deyək ki, dustaq olur, türmədən çıxır, o günahının, oğurluğunun pis əməl olduğunu anlamırsa, bir ildən sonra, 5 aydan sonra yenə oğurluq eləyəcək. Əgər bir narkotikaya görə həbs olunmuş bir şəxs onun səhv olduğunu anlamırsa, o yenə eləyəcək bu işi. Yəni bir insan nə zaman bir səhvi təkrarlamır? Etdiyi səhvin səhv olduğunu anlayanda. Bəs nəyə görə deyirlər ki, həyatda səhv yoxdur, həyatda dərs var. Etdiyimiz hər səhvdən əslində bir dərs alırıq. Gerçəkdən də belədir. Ona görə də münasibətlərin idarə olunmasında müəllim artıq şagirdlərə suallar verir ki, ay oğlum, ay qızım, bir-birinizə başa düşdünüzmü? Şagird öz-özünə fikirləşir ki, kaş bunu etməzdim. Məsələn, kaş mən yoldaşım mənə kimsə dedi ki, Həsən sənə bunu dedi. Kaş mən Məmmədə inanmazdım, Həsənə nəsə deməzdim. Bəzən olur biri zəhər qonşuya fitil verir, deyir filan kəs sənin haqqında bunu danışır. Sonradan ağlımız başımıza gələn deyirik ki, kaş qonşum Zemfirəyə inanmazdım. Zemfirə məni qızışdırdı, mən də getdim qonşum Zərifə ilə dalaşdım. Deməli, artıq yenə də bunu düşünə bilirsənsə, artıq özünü bir günahkar sayıb qiymətləndirə bilirsənsə, refleksiya eləyə bilirsənsə, bu da böyük bir şeydir. Deməli, münasibətlərin idarə olunması artıq sənin gördüyün işdən bir nəticə çıxarırsa və artıq özünə qiymətləndirirsə, nəyin doğru, nəyin yanlış olduğunu artıq nəticə çıxara bilirsən. Yəni, əzizlərim, özünü dərk budur. Biri bizə desin ki, abala, sən nə edirsən? Özünü dərk, tanıyırsan, yəni başa düşürsüz, sənin davranışına bu necə təsir edir? Sən görürsən davranışını, bu biri deyir, vallah mən aqressiv deyiləm. Deyirsən, ay bala, vallah aqressivsən, görmürəm. Gözün başın yerindən çıxıb, yəni üz mimiklərin, jestin falan, yəni gözün az qala hədəqədən çıxsın görürəm axı. Yəni sən özünü niyə belə edirsən, niyə belə hiss eləyirsən? Yəni bu nədir? Özünü dərk. Bir insan özünü tanımalıdır, özünü dərk etməlidir. Özünü idarə etmə o idi ki, sənin bax bu vəziyyətin içərisində belə etməyin uyğundur. Yəni bu hala görə belə etməlisən. Bəzən qabağına düşmən çıxacaqsan, düşmənə aqressiv olacaqsan. Ola bilər düşmənə aqressiv olmasın, amma bir bax da yerinə görə özünü idarə etmək, yerinə görə davranmaqdır da. Yerinə görə dozanı çox ver, yerinə görə dozanı azalt. Yəni özünü idarə et. Harda aqressiv olacaqsan, harda yumşaq olacaqsan, sən bu hisslərini tutaq bu hazırdakı vəziyyətə uyğundur. Yəni olarmı? Yəni sən bilirsiniz necədir? Yəni bu şeylərə niyə belə reaksiya verdin? Yəni uyğundur sənin etdiyin bu hərəkət. Deməli, özünü idarə etmədir bu. Deməli, 3-cü addımımıza baxırıq yenə motivasiyadır. Yəni sən həvəsləndirən nədir?
Baxın, bir insanı musiqi həvəsləndirirsə, musiqiyə qulaq assın da. Bu niyə? Yəni o bilir ki, musiqi onu ruhlandıracaq. Bir insan bəzən fikirləşir ki, mən hər gün qəşəng-qəşəng paltarlarımı geyinim, evdə gəzim, zövq alır ondan. Biri də asır şkafa elə qalır köhnədir. Yəni bu zövq alırsa paltar geyinməkdən, bu zövq qoy zövq alsın da geyinsin, ondan zövq alır. Biri də deyir ki, vallah mən bəzənməkdən zövq alıram, gözəl görünüm. Biri deyir ki, mən evdə takılar taxmaqdan, zinət əşyalar taxmaqdan zövq alıram. Bir deyir ki, mən həyətdə gəzməkdən, yəni bağ dolaşmaqdan zövq alıram. Bir deyir ki, mən meyvəni ağacdan gerib bazardan yox, ağacdan meyvəni dərməkdən zövq alıram. Sən özün nədən zövq alırsan? Sənin motivasiya edən nədir? Sənin emosiyalarını gücləndirən, rahatlandıran nədir? Bu sənin daxili motivasiyandır. Özünü tanıyırsan. Bir də xarici motivasiya abala. Səni incidənlərin yanında durma da. Yəni deyir ki, səni alqışlayanların, sənə qəşəngsən deyənlərin, gözəlsən deyənlərin, sağlamsan deyənlərin, onların yanında dur da, gərək gedəsən səni o iynələyənlərin yanında durasan. Yəni xarici motivasiyada nə deyir? Deyir ki, sən gedib niyə özünü zorla belə pis insanların yanında dursan, rahat insanların yanında dur. Niyə problemi öz ayağına dolaşdırırsan? Nuri dildə desək ki, niyə gedib zorla özünü problemin içinə salırsan? Deməli, bu artıq nədir? Sənin motivasiyandır, daxili motivasiyandır, xarici motivasiyandır. Özünü motivasiya olunan şeylərə köklənsən və sosial məlumatlılıqda özünü başqasının yerinə qoyursan, sən onun yerinə olsan necə edərdin? Yəni məsəl üçün onun kimi olsaydın, sən fikirləşirsən, o qarşı tərəf sənin haqqında nə düşünür? Bunu heç ağlından keçirtmisən bunu. Yəni bu nədir? Yəni başqalarının emosiyalarını, başqalarının duyğularını anlamaqdır. Yəni bu deməkdir. Və münasibətlərin idarə olunmasından da bayaq danışdıq və bir-birinizi anladınızmı? Sonda başa düşə bildinizmi? Yəni artıq fikirləşdinmi ki, nəyi düzdür? Nə səhvdir, yoldaşlıq hərəkətinə haqq qazandıra bildinmi? Yəni bu nə deməkdir? Deyir ki, otur, papağı qoy qarşına düşün. Yəni artıq münasibətin idarə edə bilirsənsə, nə xoşbəxtsən. Deməli sən özünü dərk etmisən ki, özünü idarə edə bilmisən. Özünü idarə edə bilmisən ki, özünü motivasiya edə bilirsən. Özünü motivasiya edə bilirsən ki, empatiya hissin var. Başqalarının hissinə baxa bilirsən. Başqalarını da anlayırsan, bu mərhələlərin hamısından keçirsən, əhsən sənə, münasibətlərini idarə eləyə biləcəksən. Biləcəksən ki, nəyi doğru eləmsən, nəyi yanlış eləmsən. Bax, bunlar mütləq insanın emosiyalarını inkişaf etdirmək üçün, formalaşdırmaq üçün Qolmanın dediyi kimi bu mərhələlər çox lazımdır. İnsanın o duyğularını, hisslərini cilovlaması, özünü idarə etməsi, yerinə görə davranması, bunların hamısı əsasdır. Bəs emosional intellekt nəyə lazımdır? Bizim nəyimizə lazımdır? Əlbəttə ki, sinif yoldaşların üçün lazımdır. Bir də müəllim şagirdlərə bir-birini anlaması üçün, yəni əlbəttə, yəni buzqıranlar var idi ki, yəni bu buzqıranlar nədir? Məsəl üçün, şagirdlərə deyir ki, uşaqlar, birinizin musiqi zövqlərinizi öyrənin, bir-birinizin idman zövqlərinizi öyrənin, bir-birinizin yemək zövqlərinizi öyrənin. Məsələn, hansı yeməyi sevirsiniz? Tanıyın bir-birinizi. Yəni bir insan biləndə ki, onun qarşısındakı insan yəni 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 pis mənasız mahnılara qulaq asır. O onu xoşlayır, oğru mahnısı, o da sənə oğru mahnısını deyir. Yəni belə mahnı sevən insanın yanında necə dayanım? Yəni mənimki bundan tutmaz. Yəni bu nədir? Buzqırandır da, tanış oldun. Yəni deyirəm ki, sənin mahnın baxıram ki, boş bir mahnı verib. Yəni məsəl üçün buna deyəndə ki, tutaq ki, sən hansı davranış xoşlayırsan, məsəl üçün deyir ki, sosial şəbəkələrdə nəyə baxırsan? Soruşanda o da deyir ki, sosial şəbəkələrdən yemək yeyib ağzını marçıldatan insanlara baxıram. Yəni, ay aman, bu adamla mən nə danışacağam?
Ağzını marçıldadan başqa mənə nə əhəmiyyət verəcək ki? Nə verəcək? Mənasızdır da bu. Yəni mən bunun yanında niyə olum ki? Yəni türklər demişkən kafamız uyğun deyil buna. Yəni baxış açımız uyğun deyil, dünya görüşümüz uyğun deyil. Yəni mən bundan nə danışacağam, nə faydalanacağam? Ətrafınızda deyir sağlam insanları tutun, gözəl insanları tutun, sizə motivasiya edən insanları tutun, onlardan nəyisə öyrənə biləcəyiniz insanları tutun hər zaman ki, siz gələcəkdə emosiyalarınızı düzgün idarə edə biləsiniz. Əlbəttə ki, baxacaqsan, bu nədən danışır, nədən bəhrələnəcəksən ondan. Amma fikirləşirsən ki, filan kəs hədəf qoydu, hədəfinə çatdı, uğurlu layihələri var, irəli gedir. Deyirsən, hə, gör onun yanında durub yəni o da məndən ondan danışacaq, mən də həvəslənəcəm, mən də gələcəkdə ondan ilhamlandım, filan şeyi elədim. Deməli ona görə də müəllim də şagirdlər arasında emosional bağlılıq nə zaman gözəl olur? Şagird öz müəllimini tanıyır, onun müəllimi nəyə aqressivdir, yəni nəyə xoşdur, yəni nəyi sevir, nəyi sevmir. İnsanlar bir-birlərini tanımalıdırlar. Ona görə də müəllimin emosional intellekti güclü olmalıdır ki, şagirdin də emosional intellekti güclü olsun. Yəni müəllim rol model olmalıdır. Yəni müəllim əgər gərgin olacaqsa, şagird bir xoşagəlməz hərəkət edəndə o dəqiqə səni qaldırıb başını yerə çırpacam deyəcəksə müəllim, onda emosional idarə edə bilməyəcəksə, bu müəllim şiddət göstərəcəksə, uzun bir çubuğu götürüb partanın üstünə döyəcləyəcəksə, emosiyalarını idarə etmək budur. Deməli, bu müəllim özünü heç dərk etmir. Yəni, özünü dərk etmir, tanımır desəm, deyəcək, mən aqressiv deyiləm. Bu sinif pis sinifdir. Amma baxırsan ki, eyni sinifə, məsəl üçün, Həsən müəllim də girir, Məmməd müəllim də girir. Həsən müəllim dərsinə quzu kimi otururlar, Məmməd müəllim sinifində səs salırlar, haray həşir göylə gedir. Bu digər müəllim idarə edə bilir, emosional idarə edə bilir. Bu müəllimin emosional intellekti güclüdür. Deməli, ona görə də müəllim rol model olmalıdır. Müəllim öz hisslərini düzgün idarə etməyə bacarmalıdır ki, motivasiya etsin. Müəllim buna entuziazm deyirlər. Əgər müəllimin sevgisi yoxdursa, işinə həvəsi yoxdursa, bu şagirddə də olmayacaq. Müəllim oturduğu yerdən durmaq istəmirsə, şagirdinə də yansıyacaq. O da dünəndən durmaq istəməyəcək. Ona görə də bu beyindəki aktiv hüceyrələr var, onu paslanmağa qoymamaq lazımdır. Daim işlətmək lazımdır. Yəni müəllim ona görə də tədbirlərdə, müxtəlif təşkilat saatlarında, dərslərdə, dərnəklərdə şagirdlərlə, yəni ünsiyyətini düzgün qurmalıdır, onların düzgün formalaşması üçün. Baxın, biz şəxsiyyət modelindən danışırıq da, yəni şəxsiyyət yönümlülük üçün. Əgər müəllim məktəbdə o özünü dərk etmədir, özünü tənzimləmədir, biz şagirdlərlə tərbiyə söhbətlər apardığımız zaman, o zaman biz emosional intellektin inkişafına dəstək olmasaq şagirdlərimizə, gələcəkdə heç bir şəxsiyyətdən danışa bilmərik. Çünki onlar uşaq yaşlarından məhz formalaşmalıdırlar, sonra yeniyetməlik dövründə. Yəni biz əlbəttə ki, aqressiv şagirddə görürük. Yəni o aqressivliyə qarşı müəllim götürüb stolun başına vurmalıdırmı? Şiddət mi etməlidir? Başqası yanı təhqir mi etməlidir sinif yoldaşlarının yanında? Yəni konfidensiallığı mı pozmalıdır? Xeyr. Deməli ona görə də emosional intellektin düzgün inkişafı gələcəkdə şəxsiyyətin inkişafına da dəstək olan bir prosesdir. Dərsimiz bu qədər. Yəni burada diqqətli oxusanız heç bir çətinlik yoxdur. Deməli, biz bu 5 mərhələdən danışdıq. Bizim nəzəriyyəmiz kim haqqında idi? Hansı nəzəriyyə idi? Deməli, pedaqoji və psixoloji yanaşmalardan Daniel Golemanın nəzəriyyəsi idi, emosional zəka nəzəriyyəsi.